Ümid edirəm yaxşısınız. Da çox dərindən əhval soruşmuram. İnşallah ki, işdən gələn var, yorğun olan var, gərgin olan var. İşləməyib yalnız evdə iş görən əzizlərimiz də var, övladına baxanlar var, nəvəsindən oynayanlar var. O əzizləri də salamlayırıq inşallah. Allah hər birini hifz eləsin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleyke ya Eba Abdillahil Hüseyin ve ala Ali ibn Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin ve ala zevvaril Hüseyin. Mən çox vaxtınızı almaram inşallah. Bilirsiniz, Məhərrəm ayına əlaqədə olaraq şəri sual-cavab eləmirik, yalnız mövzuya keçidlər eləyirik. 4 dənə mən istəyirəm xüsusi bir halı vurğulayam. Əgər icazə verirsinizsə, 4 məsələni xüsusi qeyd eləyəcəm. O da bunlardır ki, biz Aşura mərasimindən sonra nə edək? Adam məsəl üçün bir iş görür, iş olandan sonra deyil, sonra nə edək məsəl üçün? Yəni vəzifəmiz nədir? Tamam, biz 10 gün coşduq. Emosiya, eşq, məhəbbət, ağlamaq, qəm, qüssə, kədər, sinəzənlik. Bu növbəti günlərdə bizim vəzifəmiz nədir? Axı Məhərrəm ayının digər günləri də var. Digər günlər də var. Ondan sonra biz nə edək? Axı məsələ bundan bitmir. Karvan gedir, karvan davam eləyir. Aşuradan sonraki günlər Həzrət Zeynəb salamullahi əleyhanın və İmam Səccad əleyhissalamın rəhbərlik etdiyi Kərbəla karvanının əsarət dövrüdür. Əsarət dövrüdür, əziyyətli günlərdir. Bax, o karvanın, o əsarətli günləri bizə çox mühüm mənəvi dərslər qazandıra bilər. Və o mənəvi dərsləri həyatımıza, ruhumuza, əməlimizə, qəlbimizə tətbiq eləyə bilərik. Və bu qorunma mərhələsidir. Bu qorunma mərhələsidir. Baxın, 10 günlükdən sonra müəllimin də, ziyalının da, hər bir mömin və möminənin də əsas prioritet vəzifələri var. 4 dənə mən sizin deyəcəm inşallah. İndi əlavə kimisə əlavəsi varsa öz dəftərində qeyd eləyər, həyatına tətbiq eləyər. Amma 4 dənə məsələni istəyirəm xüsusən diqqət eləyəsiniz, əziz qardaş bazılarımdan. Çox xahiş edirəm. Mən yenə deyirəm, çox sizin vaxtınızı almaram. Çalışıram uzaq bir 20 dəqiqə, hər mövzuya, hər prinsə 5 dəqiqə vaxt ayırım. Birbaşa keçirəm mövzuya. Birinci budur ki, insan duyğudan şuura keçidilməlidir artıq. Tamam, ağladıq, sızladıq, qəmləndik, sinə vurduq. İndi o duyğulardan biz keçməliyik şuura. Yəni mənəvi intizarı qoruyaq, şuura keçid eləyək. Artıq o şüarları, artıq o məhəbbəti, artıq o yanğını, artıq o göz yaşlarını əmələ çevirməliyik. Necə? Üzr istəyirəm. Yəni o artıq bizdə gerdə qalmalı deyil. Artıq həyatımızın bir hissəsi, yəni əsas mühüm hissəsi olmalıdır. Yəni Hüseyni həyat yaşamaq, Zeynəbi həyat yaşamaq. Hüseyni və Zeynəbi həyat yaşamaq. Onlar kimi yaşamaq lazımdır və bu ağlamaq, ilk 10 günlük ki ağlamaq ki var idi, o artıq bizim başlanğıc nöqtəmizdir. Başlanğıcdır. Başlanğıcdır. O başlanğıc ki bizi mənəvi intizara, o başlanğıc ki bizi zəmanə imamına hazırlayır. Zəmanə imamına. Baxın, böyük mütəfəkkirlərdən birini mən yazısını oxumuşdum. Yadından çıxıb, ola bilsin ki, əzlərdən kimsə əzbər bilir. O deyir ki, mən çox heyran qalıram Əhl-i-Beyt məktəbinin o yerində olan rasional təhlilinə, izahına, məntiqi izahına heyran qalır. Adam deyir, baxın deyir,
Yahudilərin deyir Musası, Yahudilərin deyir tarixi həyatı Musanın ölümü ilə bitdi. Xristianların ki, İsa'nın çarmıxa çəkilmə. İndi onların inancına görə deyəm da, qeyb olmasından yoxa çıxdı. Digər müsəlman cəryanlarını, məzhəblərini Peyğəmbərin rehləti ilə sona bitdi. Amma yeganə bir dənə Şiə camiyyəsidir, Əhl-i-Beyt məktəbidir ki, səfərin başında Hüseyndir, sonunda İmam Zamandır. İlk 10 günlük başlanğıcdır. Əziz qardaşım, əziz bacım. İlk 10 gün ağladıq, sinə vurduq, sızladıq, göz yaşı döktük, qəmləndik, ehsanlar verdik, ehsanlar yedik, getdik ziyarətlərə, dualar etdik, Quranlar oxuduq. Yəni start verdik bu proseslərə. İndi isə ondan sonra Hüseyni yaşamaq lazımdır, Zeynəbi həyat sürmək lazımdır. Mən demirəm, əstağfurullah, hər gün başımıza döyün, əstağfurullah, hər gün ağlayın, yox. Artıq o 10 gündə o duyğuların və hisslərin nə etməlidir? Keçməlidir, yəni duyğudan şuura keçməlidir. Şuura keçid eləməlidir. Mən bilmirəm, fikrimi çatdıra bilirəm yoxsa yox, əziz qardaş bacılarıma. Ümid edirəm, inanıram ki, məni yaxşı anlayırsınız, məndən də yaxşı anlayırsınız. Artıq duyğu və hisslərdən keçək şuurlu addımlara. Artıq addımlarımızda desinlər ki, bu nə gözəl addımdır. Desinlər, bu qardaş belə nə gözəl danışır, nə gözəl əməllərində bunun bir irəliləyiş var, nə gözəl bunda bir əxlaq var, bunda bir şücaət var, qeyrət var, insanlarla münasibətdə insanlıq ləyaqəti var, bunda bir mərifət var, bunda bir qanacaq var, bunda bir eşq var, bunda bir insanlıq nümunəsi var bunda. İnsanlarla münasibətdə bunun rəftarında bir gözəllik var. Onunla dost olmaq istəyəcəklər, onunla ailə qurmaq istəyəcəklər, onunla yoldaşlıq eləmək istəyəcəklər, onun tələbəsi olmaq istəyəcəklər, ondan nəsə qoparmağa çalışacaqlar. Hüseyni həyat budur, Zeynəbi həyat budur. Əsas mənəvi iş budur. Duyğuları şuura və əmələ çevirmək lazımdır. Bu telefon, çox istəyirdim bu telefonu alam. 1000 manatlıya qiyməti var, 1500 manatlıya qiyməti. Çox istəyirdim bu telefonu alam. İndi bu telefonu əldə eləmişəmsə, artıq bunun funksiyalarından mən istifadə eləməliyəm. Və o funksiyalarla öz rahatlığım və aramlığım üçün istifadə eləməliyəm. Mən bu 10 gündə o ağlama, o sızlama, qəmlənmə, qüstam artıq mənim həyatımda bir mənəvi ruh yaratmalıdır. Bir mənəvi ruh yaratmalıdır. Bu birinci prosesdir, duyğudan şuura keçiddir. İkinci məsələ, təbliğ və maariflənmə. Nədir bu işdə? Bu da kimin düşür öhdəsinə vəzifə? Xanım Zeynəb salamullah aleyha. Buna deyirlər Zeynəbi missiya. Bugün bacılarımız, bugün analarımız hicabında, çadırasında, geyimində, oturuşunda. Mən demirəm paylaşım eləmək əstağfurullah günahdır, yox, belə bir söz iddiam yox, belə bir haqqım da yox deməyə. Amma paylaşımlarında, bir reklam çarxlarında, bir videolarda xüsusən Zeynəbi missiya iş görsünlər. Mən başa düşürəm, kimsə hansısa məhsulunu reklam eləyə bilər. Kimisə bir məhsulun təbliğatını eləyə bilər. Amma gördüyün iş elə ki, ləkə gətirməsin. Deməsinlər, buna bax, bu da hicablımız. Bəli, sən müəllim də işləyə bilərsən, sən sənətkar da ola bilərsən, əl qabiliyyətində ola bilər, gözəl dərzi ola bilərsən, gözəl parfümlər hazırlaya bilərsən, gözəl bir xanım üçün kosmetik təbii vasitələr də hazırlaya bilərsən, bu normal bir şeydir. Gözəl əl qabiliyyətin var, yaxşı işlər görə bilirsən, yaxşı mətbəx hazırlaya bilirsən, gözəl bir kafein var, restoranın var, bir özünə məxsus bir səhnən var, deyək ki, bir verilişlər aparırsan. Amma o addımlarda Zeynəbi missiyanı unutma. Nəzərə al ki, sən 10 gün bundan qabaq İmam Hüseyin məclislərində iştirak edirdin. Da nə oldu? Dünən İmam Hüseyin məclisində iştirak, bu günlərim sən toyda rəqs edirsən.
Bunlar yerində olmayanda, əziz qardaş-bacılarımız, baxacaqsınız ki, o adamlar, məsələn, Məhərrəm ayında toyda da iştirak edəcəklər. O adamlar Məhərrəm ayında musiqi də oxuyacaqlar, meyxana da oxuyacaqlar, məsəl üçün. Məsələlər diqqət eləməyək. Çünki həyatları Zeynəbi və Hüseyni həyat deyil. Yəni, təəccüblənməyin. Belə adamları görəndə bir, yəni, böyük faciə sanmayın, qurban olun. Mən başa düşürəm, adama təsir qoyur. Deyirəm, buna bax, biz də bunu belə adam bilirdik, nə oldu buna? Hətta mümkündür ki, onlar geçsin, sonra tövbə də eləsinlər, Allah qəbul eləsin, onun işimiz yoxdur. Allahı bilər, özü bilər. Sən ehtiyatlı ol, sən diqqətli ol ki, o virus bir gün sənə düşməsin. Ay bacım, mən dünən yoxsuzağan gördüm, bir hicablı xanım toyda mahnı oxuyur, canlı. Mən çox təəccüb elədim, yəni. Çox təəccüb elədim. Çox təəssüf istəyəm. Sonra fikirləşdim ki, ay Allah. Bu da təəccüblü bir şey yoxdur da. Təəccüblü bir şey yoxdur. Adam kərvandan uzaq düşübdür. Bu günlərdə Kərbəlanın mesajını insanlara düzgün çatdırmaq lazımdır. O Hüseyniyyələrə, o məscidlərə gedən bacılarımız yolda video çəkirsin. Mən görürəm, hərdən mən də qarşıma çıxır. Diqqətli olun, qurban olaram belə məsələlərdə. Elə paylaşımı edin ki, həya və iffətin ləkə gəlməsin, minus gəlməsin. Mən başa düşürəm, bunu eşqinizdən eləyirsiniz, məhəbbətinizdən eləyirsiniz. Bizim də analarımız var, bizim də bacılarımız var, biz də qızlar böyüdürük. Siz də kiminsə övladısınız, qızısınız. O paylaşımları eləyəndə, o Hüseynilərə, o məscidlərə gedəndə, xüsusən diqqətli olun o paylaşımlarda. Bir ləkə olmasın. Bir daha deyirəm, Aşuranın ilk 10 günlüyündən sonraki günlərdə biz duyğudan şuura keçid eləməliyik. Biz ustadlardan bu cür öyrənmişik. Biz böyüklərimizdən bu cür öyrənmişik. Biz böyük alimlərin həyatından biz bu cür görmüşük. Hədislərdə bu cür oxumuşuq. Şuurlu keçidə yol açmalıyıq. Bəzən o duyğular və hisslərimiz bizi uçuruma aparır. Yenə deyirəm, amma bunu əziz bacılarım yanlış anlamasınlar. Qurban olaram. Məhərrəm məclislərindən durub özünüzə paylaşırsınız. Çox qəribə bir təəssürat yaradır. Bəlkə də mən yanlış düşünürəm. Bu da bacılarımız varsa, desinlər, valla mən üzr istəməyə də hazıram. Əgər yanlışamsa. Xüsusi niqabla videolar çəkib paylaşırlar Məhərrəm məclislərində. Mən bilmirəm, sən özü paylaşırsan, yoxsa Məhərrəm məclisini paylaşırsan. O bilirsiniz nəyə bənzəyir? Deyir, çox qəşəng məclis oldu. Deyirəm, qardaş, necə məclis oldu? Deyir, bilirsən nə qəşəng məclis oldu? Qəşəng ehsan da verdilər. Deyirəm, bildimi, nə danışdılar məclisdə? Deyirəm, qəşəng bir nəfər qardaş qəşəng söhbətdə yedi. Deyirəm, başa düşdüm, nə söhbət? Adam 2 kəlmə mən deyə bilmir. Xəbəriniz var. Adam getdiyi məclisdən 5 dənə cümlə sənə deyə bilmir. Deyir, əla məclis keçdi. Deyirsən, oradan bir 5 cümlə mənə təbərrük elə. Deyə bilmir. Çünki adam fikir ya yeməkdə idi, ya telefon çəkilişlərində idi. Bilmirəm, yanlış düşünürəm, yoxsa yox. Bəlkə siz də bunların şahid olmuşsunuz. Bu da bacılarımız var, analarımız var. Məndən böyüklər var, kiçiklər var. Diqqətli olun. Bu Zeynəbi missiya deyil, bu Hüseyni missiya deyil. Addımlarını bir də baxsan ki, məsələn da video paylaşılır, addımlarını reklamla edirlər. Mən başa düşürəm. Amma elə yerinə reklam edirlər ki, orada bir mənəvi təsir qoysun da, sənə bir təbliğatı olsun. Axı, mən sənin ayağından başqa heç nə görmədim orada. Mən başa düşürəm, bu sənin eşqindir, mən səni anlayıram. Amma bu başqası başa düşmür. Axı, sən başqası üçün çalışırsan. Kimsə baxsın, onun üçün çalışırsan, kimsə bir nümunə götürsün. Bizim paylaşımlarımızın məqsədi bu olmalı. Hədəf bu olmalıdır, düzdür? Mömin hədəfi ali olmalıdır, ali məqsədləri olmalıdır. Bu ikinci məsələ. Üçüncü, bitirirəm inşallah, 10 dəqiqə bitirirəm. Səccadiyə ruhunu yaşamaq. Dua və daxili inkişaf. Görürsünüz, İmam Zeynal abidəsinə bir kitab var, Səhifə-i Səccadiyə, oxumusunuz yəqin ki, bir çoxlarca bu kitabı mən şəxsən məsləhət görərdim. Oxuyun. O kitabı əl dilini oxuyun. Səhifə-i Səccadiyə. Baxın, indi bir söz deyəcəm, pis başa düşəcəksiniz. İmam Zeynal abidin dava qırğını eləmədi, nə qiyam elədi, nə qışqırdı, bağırdı, heç eləmədi, vallahi, heç bir şey eləmədi. Adam dua və ibadət metodunu seçdi. Aşuradan sonra İslam ümmətinin üzərinə
bir qorxu və boğunuq bir atmosfer çökmüşdü. Bax, bu cümləyə diqqət edin, çox xahiş edirəm sizdən. Xüsusən böyüklər, kiçiklərə bu məsələləri aşılayın, aşılamalıyıq. İmam Səccad əleyhissalam belə bir mühitdə, əziz qardaş-bacılarımız, cəmiyyəti yenidən ayağa qaldırmaq, mənəviyyatı dirçətmək üçün dua və ibadət metodunu seçdi. Baxın, İmamın Səhifə-i Səccadiyyə əsəri təkcə dua deyildi ki, insanlıq, əxlaq və hüquq dərsliyi idi bir dənə. Hüquq dərsliyi idi. Biz fərdi mənəviyyatımıza vaxt ayırmalıyıq. Bugün cəmiyyətdən, qıraqdan baxıb bir xoşagəlməz hadisəni görəndə bunun bir səbəbi də gəlib bizə çıxır. Bir səbəbi də biz oluruq. Mənəviyyatımıza bu günlərdə xüsusən vaxt ayırmaq lazımdır. Bilmirəm, o gün bacılardan ya qardaşlardan biri mənə sual verirdi. Dedim, axırda dedim ki, əziz qardaşım, əziz bacım, bu sualları saxla. Məhərrəm ayında İmam Hüseynə vaxt ayır. Mənəviyyata vaxt ayır. Özünü nəfsi təskiyə vaxt ayır. Fürsətdir. Bir də Məhərrəm əldən gedir, ya da bir də gəlməyəcək. Biz bilmirik gələnlər Məhərrəm ayı bir də bizə qismət olacaq, yoxsa istifadə ilə İmam Hüseyn qalır kənar. Dünən Fərid müəllimdə, bilmirəm, diqqətlə baxdınız yoxsa, Fərid abla gözəl çıxış elədi. Gözəl çıxış elədi. Əsas məsələlər qalıb qıraqda, insanlar başqa şeyin müzakirəsini edirlər. Başqa, İmam Hüseyin qaldı qıraqda, başqa biri mərsə müzakirə edir, biri nə bilim, bir idmançını müzakirə edir, biri nə bilim, biz, bəyəm şiyə bu günə qalıbdı görəsən. Bəyəm şiyə nə qədər aciz oldu ki, nə qədər Əhl-i Beyt məktəbi zəif duruma düşdü ki, biz belə şeyləri müzakirə edirik. İmamın hədəfləri qaldı kənarda. İmam Zeynəl Abidinin hədəfləri qaldı kənarda, xanım Zeynəbin missiyası qaldı kənarda. Biz gəlib nəyin ipindən yapışmışıq? Nəyin ipindən yapışmışıq? Əhl-i Beyt əleyhissalamın hədis var. Bizə ləkə olmayın. Bizə ləkə olmayın. Və dördüncü məsələ, təvvabin səhvinə düşməyək. Nədir bu məsələ? Bir dəfə bunu demişəm sizə, 3-4 dərs bundan qabaq. Gecikmiş səmimi tövbə. Yəqin baxmışsınız, Muxtarnamə filmində həmin epizodlar var. Küfə cəmaatı İmam Hüseyin əleyhissalamı çağırmışdı, amma imamın səsinə hay vermədilər. İmamın məktubuna, yazdığı məktublara xəyanət elədilər. O hissəni görmüşsünüz, yəni. Səhv eləmirəmsə, Muxtarnamə filmində həmin hissə var. Təvvabinlər qiyamı var. Kitabı da var. Təvvabinlər qiyamı. Təvvabinlər qiyamı niyə çöktü? Niyə məğlubiyyətə uğradı? Niyə? Üzr istəyirəm. Nə qədər fədakarlıq elədilər, nə qədər canfəşanlıq elədilər sonradan, Aşura hadisəsindən sonra. Amma Aşuranın gedişatını dəyişə bilmədi. Niyə? Çünki gecikmiş səmimi tövbə idi bu. Gecikmiş səmimi fədakarlıq idi. Sən mənə vaxtında dəstək olmadın, sənin bu imkanın var idi. İndi mənə o 100 milyon vermənin nə mənası var? Mənə sənə vaxtında bir madivə ehtiyacım var idi. Bir içim suya ehtiyacım var idi. Əlbəttə, bu ehtiyacım mənə gərək deyil, da sənə gərək idi. Sənin inkişaf üçün lazım idi. Sənin təskiyə üçün lazım idi. Sənin insan olmaq üçün lazım idi. Sənin bəndə olmaq üçün lazım idi. Amma sən neynədin? Gecikdin. İndi Məhərrəm ayıdır. Niyə istifadə eləməyək? Niyə gecişək ki? Hər də gecizdir, istifadə eləyək. Vaxtımıza var, kərvan gedir. Kərvana qoşulmaq lazımdır. Elə eləməyək ki, sonlaş peşmançı fayda versin bizə. Verməz, heç o fayda verməz. Və bu sualı hər gün özümüzə verməliyik. Mənim bugün üzərimə düşən vəzifə nədir? Mənim bugün, əgər bu sualın cavabını tapa bilmirsə, çox təəssüf. Amma yenə də gözləyir. Bu sualın cavabı hazırdır. Hüseyni həyat yaşamaq, Zeynəbi və Səccadi olmaqdır. Vəssalam. Əssalamu aleykum və rəhmətullahi və bərəkət. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və aczil